Salam. Bugün şiddətli isteklər üzərinə dərs vlogu çəkirəm və yəqin ki, sabah da bu vlogu davam etdirəcəm. Çünki bugün çox qısadır. Saat 10'a qalıb 20 dəqiqə və bugün nə qədərlik çəkə bilərəm ki, bugün dərs eləyəcəm. Sabah da 2 dənə hazırlığım var. Yəqin ki, onu vloglayaram. Ümid edirəm ki, sabah maraqlı keçər və sabah səhər məktəb də var. Getmək istəyirəm də, istəmirəm də. Bilmirəm, artıq onu səhər duranda biləcəyik ki, getmişəm yoxsa yox. Deməli, 2 günlük vlog olacaq. Əslində tam 2 gün olmur, 1 gün yarım falan, amma olsun. O qədər dərs vlogu dediniz ki, mən də axırda dərs vlogu çəkmək qərarına gəldim. Uşaqlar, sabah 2 dənə hazırlığım var. Tarix, bir də riyaziyyat var. Tarixin mövzusu 2 dənə mövzudur, səhv eləmirəmsə, yoxsa 2 deyil, 1'dir. Sonunda az tarixinə keçdik. Bilirsiniz ki, mən ümumi tarix sevmirəm. Sevmirəm deyəndə, əslində maraqlıdır, amma Azərbaycan tarixi daha rahat gəlir. Niyə bilmirəm. Ay Allah. 2 dənə mövzuymuş uşaqlar mövzumuz. Biri Səfəvi dövləti 17-ci əsrin ikinci yarısında, biri də Səfəvi dövlətinin ictimai və iqtisadi həyatı. Məncə rahat mövzudur. İkinci mövzu bir tık uzundur, amma birinci mövzu qısadır, bu qədərdir. Bu qədərdir. Məncə rahatdır, öyrənə bilərik. Ona görə birinci riyaziyyatı yazaq. Çünki riyaziyyat mövzumuz integraldır. İkinci bölməsidir. O da biraz belə, bir tık belə video nə idi? Mən danışmağı unutmuşam, uşaqlar, hiss edirsiniz. Riyaziyyat yazaq birinci, bəli. Bəli. Bitirdim. Bir dəqiqə, kulağımda mahnı var, onu saxlayayım. Bu arada təzə şeylər almışam, yəni onları sizə göstərim. Sonra hələ başlamayıb bir şey.
Baxın, belə bir şey aldım. Bilirsiniz ki, mən belə şeyləri çox sevirəm. Yəni, ən azından videolarımda bunu görürsünüz. Yəni, məndə yersiz yerə belə qəribə şeylər var. Post-it aldım belə, 4 rəngli. Və bilən bilir ki, mənim mavi rəng sevdam inanılmazdır. Ona görə bunu aldım və bunun da yanında 4 dənə balaca belə rəngi var, belə sarısı var, yaşılı var, bir də belə çəhrayısı var. Bunlar ikisi, yəni daha doğrusu hamısı bir yerdə idi. Mən əslində bu maviyə görə aldım, çox qəşəngdir, amma bunları da çox sevdim və istifadə də edirəm, yəni kullanışlı üründür. İstəsəz sınaya bilərsiniz. Steplər var burada. Burada bayaq göstərdiyim balaca şeylər var. Burada saqqız var, saqqızı görməyin. Burada belə rəngli atlaslar, bir də altına balaca skoçlar var. Burada yenə rəngli post-itlər var, 3 dənə. Bir də çəhrayı. Burada şəffaf post-itlər var, 2 dənə. Biri belə çəhrayıdır, bir də belə yaşıldır. Şəffaf post-itdir bunlar. Sonra burada ucumuz var, 0.5. Sonra burada steplerin içini doldurmaq üçün şey var. Adım bilmirəm bunu. Sonra burada 4 dənə fosforlu qələmimiz var, karandaş. Fosforlu flamaster, hər nəsə artıq. Bunu mənə xərcə vermişdi. Çox şirindir, minnoş. Bunu da almışdım, üstünə gündədir bunun. Bu çəhrayıdır. Bir də səhv eləmirəmsə bunu Nuray vermişdi. Bu da mavidir belə. Belə şirin şeylər, uşaqlar. Mən belə şeyləri çox sevdiyim üçün bizim evdə belə şey doludur. Mən bütün pullarım belə şeylərə gedir. Bir də uşaqlar, təzə bir dənə qələm almışam. Çox qəşəngdir. Əslində bu qələmdən alacaqdım, qara qələm. Bunun məndə qırmızısı da var. Amma qırmızısı da o qədər də qəşəng deyil və kullanışlı deyildi, açığı deyim. Amma qarası çox qəşəngdir. Yağlı yazır, amma çox qalın da yazmır deyə çox qəşəngdir. Mən coğrafiya qeydlərimi bundan götürürdüm. Məncə coğrafiya dəftərimdə görmüşsünüz onu. Bunun eynisini tapmadım. 2 dəfə getdim eyni yerdən. Bir yerdə var idi, oradan almışdım. 2 dəfə getdim, yox idi orada. Sonra belə bir qələm aldım, uşaqlar. İnanılmazdı. Çox qəşəng yazır. Bunu harada göstərə bilərəm sizə? Budur. Bu da budur. Bu daha bir belə bir tık qalın yazır. Çox qəşəngdir. Mən çox sevdim həqiqətən. Mən ümumiyyətlə yağlı qələm sevirəm. Çox qəşəngdir. Bu il bu qələmlərə takmışam. Dəqiq göstərəcəm. Hamısı eyni rəng yazır. Sadəcə görünüşlərində fərq var. Baxın, bu riyaziyyat qələmimdir. Riyaziyyat dəftərimlə üstü eynidir. Bir də bilirsiniz yəqin ki, mənim qələm takıntım var və mən dəftərim nə rəngdirsə, qələmim də o rəngi olmalıdır deyə düşünürəm. Bu coğrafiya qələmimdir. Yaşıl. Yəni, takıntı məsələsidir. Bu ingilis dili qələmimdir. Uyum məsələsi. Bu da elə belə. Günlük nəyəsə istifadə edeyim deyə ağ. Mən də belə takıntılıyam uşaqlar.
biz artıq məktəbə çatırıq və yəqin ki, məktəbdə tənəffüsdə falan video çəkərəm. Bəlkə, bilmirəm. Səhər-səhər vlogu başlatmaq yadımdan çıxdığı üçün biraz gecə oldu. Hava nə qəşəng görünür, mavi. Belə yəni uşaqlar. Əsallah. Uşaqlar, saçım necə olub? Baxın, dünən gecə bekar oldum, saçımı vurdum. Səhərdə belə yığdım. Məncə qəşəng görünür. Vlog çəkirəm. Sabahınız xeyir, necəsiz? Artıq öyrəşmişəm bu kameralara. Ayrı saçım necə olub? Həmişəki kimi deyim Allah. Ya. Lüle. Ayda bilirsən. Səhərin gözü açılmamış bizim zavtrıqımız. Həqiqi Nuray demişkən. Həqiqi Nuray demişkən. Bar meyvə suyu da vardı da səhərin gözü açılmamış kola nədir? Mən 2 oyunda çıxardılar Yağmur. Düzdür. Sən verdin. Mən ölmüşəm. Uşaqlar, Elif. Elif tanıyırsınız. Kifayəti məncə tanıyırlar. Elif kifayətin xalsı qızıdır. Kifayəti məncə paylaşmışam. Səhv eləmirəmsə. Ya, saç sevimliye. Sapsardı. Mix vlog. Tamam. Uşaqlar. Enes Batur eləyirəm. Elə. Ayda Məryəm, sən Enes Batur aşkından məndən al. Çox qaranlıqdır. İşığı burada Məryəm. Gözə günəşimi gətirirəm. Heç bir faydası olmadı, amma çox sağ ol. Təşəkkürlər. Bir dənə götürürəm. Bir dənə. Sana Sana gedəcəm. Götür Nuray. Götür Nuray. 5 kurslar götürürəm. Ömer'de bir filiz geldi ona göre dedi. Araya dedi. Ha? Sen hiç masada taşıyor. Yazda qəşəng olmayıb biraz. Tam şirinlidir deyə, deyib qaçıyorum. Mən 2 dənə eyni rəqəm var. Mən bunu Sizlərini verəcəm. sözümdən çox Kimə egoist. verirəm? Bir nəfərə Nerede verməliyəm. bir şey yoktu. İkimiz sen. Yanında iki dənə şir oturmuşsun. Dedi, görsələ. Tam şirinlidir. Ayıb olsun. Rəngin yaşıl olsun. Yaşlı. Yetti. Buyur. Neyse, yenə də Şirden sen sözümdən. başla sen. Yağmur sənə etiqat vermişdim. Yenə də sözümdən aysıdan. Şir bir istərim. Amma dəyişməm. En yaxşı bir şir bildi. Mən də deyir ki, yaxşı Şir. qalxır. Tabii ki ben özüm şir olduğuma göre demirəm. Al, şir birdə. Ay, mənə yox. Üzr istəyirəm Məryəm. Yağmur Yağmur'a Onlara kaç götürərik? 4, 5, 7, Bu da şir bildi. Savaştırma göre. Çox gözəl. Dört, beş. Arkada qəşəng kartlar var amma Yağmur sevirsən. Qərar verəmirəm. Bol Sizə bir eyb olmur. seçenek. Ay. Səs. Mənəm. Olur, baxın, kartımı seçərəm. Həm ağ tərəf varam kartı. Mesela. Məlumatlar olsun da bilmirlər. Bizim oyunlarda bir məlumat olsun. Biz VIP kişilər, yana görə biz. Amma bir dəfə Sumqayıta gedə bilərik, sürət qatarı ilə. Vlog çəkərəm mən. Ay Allah. Havalar yaxşılaşsın. Ancaq son vloglarım ancaq gəzmək olacaq. Siniflə şeyə gedəcəyik, Qəbələyə də Qubaya, onu da çəkəcək. Məncə Qubaya getsək daha məntiqli. Qəbələ çox uzaqdır, bütün şeyimiz yolda gedəcək. Ondan sonra Qubaya. Kim oynadı bunu? Mən qoydum. Mən qoydum, sonra Mən qoydum. oynadım. Tamam canım. Bəli. Mənim yox dəyişək. Dəyişək. Bu bazarda. Da yaxşı. 200-dür bu kartda dərslər kimi. Yo Məryəm, pis deyilsən. Əylənsən yavaş-yavaş. Kim Siz oynadı? oynasın Yağmur. Bəli. 200 dostlardan sonra. Uno. Ayda burada Məryəm Kim olsan sen? qəşəng sözlər atır. Qəşəng. Mən Bu dərs dərsə olan bütün həvəsimi övüb. Mövzunu tutaraq ki, Səsi bağlayarsan.
Həftədə bir dəfə gedəsən. Sizə çox var. Müəllim başlayır. Son zəng. Mən indi özümü son zəngə hazırlayıram. Sarı. Yaman. Hamısı boş şeydir. Universitetdə. Yox, yox. O son zənglər hamısı... Son zəngimizə də qarışdılar o paltara. Ona da çox əsəb oldum. İnanın, gedib son zəngi deməli, sevməzsiz o vaxtı şey edirsiniz. Amma son zəngdən sonra gedəsiniz, müsəqilin deyəsiniz ki, o son zəngi deyib. Yox, mən elə deməyəcəm. Görəcəyik. Mənim sən oynadım. Bir müddət keçsin. Həmən... Bu dondurma mənim ən sevdiyim dondurmadır. Biz bərabər kəşf etmişdik bu dondurmanı. Bu dondurmanı görəndə mən çox Maziyə dalış. Keçən biz 9 imtahanı verməmişdən bir gün əvvəl park date eləmişdik və orada o dondurmadan yemişdik. Onda değildi. Ondaydı. Bir gün əvvəl. Biz bir həftə Bir gün əvvəl deyildi. Bir həftə Bir gün əvvəl əvvəl dondurma yeməmişdik. Bir həftə əvvəl yemişdik. Yadımdadır. Deyirəm də yenə gedək. Bir şeydir. Gedərik. Uşaqlar gəlməyəcək, yəni. Bizim riyaziyyat dərsimiz qutarıb, biz bayaqdan burada Ayanla söhbət edirik. Söhbət hara gəldi? Biz 10-cu sinifik. Eşidirəm. Sumkamı verir. Hə, götür Muxtar. Bu. Öz-özünə bağlandı da, hə? Ört o qapını. Ört o qapını, tam ört. Adam kimi, aferin. Tamam. Biz gələn il bu vaxt burada blok hazırlaşacağıq. Sağ olun. Biraz gərginlik oldu. Hə, deməli uşaqlar, Ayanla biz sizlə danışırıq. Söhbət elədik, nəsə söhbət şeyə gəldi, çıxdı son zəngə. Fikirləşik ki, biz gələn il bu vaxtı son zəngə hazırlaşmış olacağıq. Və məktəbi qurtarmaq mənim üçün faciə kimi bir şeydir də, həqiqətən kabus kimi bir şeydir. Ayan şey dedi ki, düşün gələn il iyuldan da, ikinci şans iyuldadır da, yəni ən belə maksimum dərəcəmiz ora qədərdir ki, iyuldan sonra bura gəlməyəcəyik. Bu ortam olmayacaq. Olmayacaq. Ay. Hətta 3-4 günü gələcəyimiz bir yerə. Düşünün birdən-birə hər gün bir yerdə olduğunuz bir ortamın birdən-birə yoxa çıxır. Hər gün də 3 ildir eyni ortamda. 3 ildir. Ya, hələ məktəb necə qutaracaq? Mən bu da məktəb bezməyim. Sən orada olmasının səbəblərin var. Mən o qədər də bütün məktəb üçün darıxmaq səbəbim yoxdur. Ay. Amma bu hazırlıq ortamları üçün çox darıxacağam. Başqa yer olmasa da bura istədiyimiz vaxt gələ biləcəyik, hə? İstədiyimiz vaxt, nə vaxt istəsək gələ biləcəyik. Amma məktəb elə olmayacaq. Məsələn, mən hər tənəffüs gedib Günargilin qapısında dayanıb Günarı götürüb koridoru gəzənməyəcəm. Ya da hər boş dərs tapan kimi Günar müəllimə yanına gedənməyəcəm. Çox pis deyil. Necə yəni mən hər gün Günar müəlliməni görməyəcəm? Çox pisdir. Uşaqlar. Necə yəni müəlliməmin başqa favori şagirdləri olacaq? Necə yəni? Olmaz hər halda. Olmaz elə. Mən o gün soruşdum, dedi olmaz. Artıq nə dərəcə dürüstlükdə onu bilə bilərəm. Neyse uşaqlar, mən biraz depressiyaya düşdüm. Çox yanlış yerdən konu açdıq. Məncə Açdıqca açdıq, axırda da belə qaldıq. necə yəni məktəbdə darıxacağım bir ortamın yoxdur. Bu da wow, bir ortam yoxdur. Ay. dörtlük Mən şəxsən var. Xəccəni yargılamaq üçün belə çox darıxaram. Onlar heç mən də Aydanı, Aylanı, Aylini hamısını olsa ayrıca görüşəcəyik zaten. O heç şey, amma məktəb kimi olmayacaq. Yəni düşün, mən 10-cu sinifdə neçə ayda da 9 ay bütün günü demək olar ki, həftənin hər günü bir yerdəsiz, bir ortamdasız. Birdən-birə o ortam olmur. Ortam yox. Həftədə bir dəfə, 2 dəfə bəlkə ayda Hə, bir dəfə. bəlkə də ayda bir dəfə də, yəni heç o da olmayacaq bəlkə də bir müddətdən sonra. Nəysə, müəlliməmi çox sevirəm. Bilmirdik. Aha.
belə uşaqlar maraqlı şeylər. Uşaqlar, mən sizə nəyi deməmişəm? Məlumatınız olsun bundan. Mənim son bloklarım ola bilər. Çünki mənim əziz müəlliməm dedi ki, sınaqdan bir rəqəm qoyduq ortaya. Daha doğrusu o özü dedi. Mənim heç bir anlaşma şeyim olmadı burada. Daha doğrusu mənim fikrim soruşulmadı heç. Dedi ki, bu qədərdən aşağı yığsam telefonunu alacağım əlimdən. Bir də gələn ilin yayında verəcəm. Mən verməyəcəm telefonu. Prosto yenə də dedim, xəbəriniz olsun. Amma qorxuram. Alar birdən. Birdən yox, alar bu arada. Yəni Günar Məmmədən danışırıq. Vloguma şey olmursan, qonaq olmursan. Səncə alar telefonumu? Alar. Alar. Ona görə telefonumuzu nə edirik? Məktəbə aparmırıq. Duyğu gün belə deyirəm mənə. Çox sinir olmuşdum. Belə deyir ki, sən məktəbi qutaraqsan, heç müəllimənin deyir, yadına düşməyəsən, deyir, onun təzə favori şagirdləri olacaq, deyir. Nə olar ki, mən o qədər də qısqanc bir insan deyiləm, uşaqlar. Yəni, amma da məndən başqa da favori şagirdi olmasın da. Olmaz, olmaz. Ayandan podcast eləyirik uşaqlar. Podcast idi o, hə. Saçlarım bugün qəşəng olub. Mən bunun saçı kimi saçımı kəstirə bilmirəm. Niyə Kəsə də bilmirəm. Mənim saçım nazikdir, axı məndə belə qəşənglikdə. Əslində saçımın forması budur deyə, lap uşaqlıqdan belədir. Ona görə elə qalır. Məndə olmur. Həm də sənin saçın çox axardı. Düz qalır hər türlü. Kıvırcıq eləsən belə o gün sonunda belə qalır. Belə Yanaqlı qızlarız. Evet, biz yanaqlı qızlar. Çənə xətt olan qızların yanında bizim yanaqlar. Belə yanaqlar. Belə bir video düzəltmişdim. Mən nə qədər araba olsam da mənim 100% belə yanaqlarım olurdu ona. Yağmuru tanıyıb da Günar Məmməni tanımayan bir ədəd insan yoxdur. Bəli, mən tanıyan. Mən bura gəldiyim ilk avqustda, ilk bir ay o qədər də yaxın olmadı. Sonra da bütün 214'ü tanıdım, bütün müəllimələrini tanıdım, Məni tanıyan 214'ü tanıyan. 214'ü tanıyan. Komple 214'ü tanıyan. 214 devir məktəb tanımamasam, indi bütün hamısını bilirəm 214'də. Direktor, zavud, şagird, sinif, müəllim, müəllimləri, müəlliməsi, müəllimləri. Ayan, pot qırdı. Tamam. Favori müəlliməsi demək istədi. Ayağının ağzından səhvə müəllimləri çıxdı. Cəmşək gedisi səhvə. Ayağın sən danışdan nəsə. Ayağın biraz kədərlidir. Çox bir anda girdi o konulara. Gələrli fikirləşirik ki, biz gələrli bir də... Məktəb falan fikirləşməm. Bir dənə bu ortam, hazırlıq ortamına bir də gələ bilməyəcəm mən sana. Bəzi şeylər bitməz. Kaş bəzi şeylər sonsuz olsaydı. İndi burada söz verirsən bizə, bu kruqu hər dəfə toplayasın bura. Mən eləyəcəm, mən yazacam hamısı. Ciddiyəm bu arada. Muxtarıdır, Məryəmidir, Ayanıdır, fərqi yoxdur, Nurayıdır. Hamımızı bir araya mən yazacaqsan. Dərs vlogu oldu, dedikodu vlogu. Bəli, biz bu vloqa dərs olaraq başlamışdıq. Yəni, vloqdan əvvəl mənə dərs vlogu çəkdiyini demişdi. Sonra keçdiyi həyat hekayəmizdə, sonra keçdiyi məktəb və son zəncə belə qutardı. İndi də qutardı. Məktəbi də qutardı, hazırlıqları da qutardı. Dərsə başlaya bilmədim. Dərs oxuyuram, bu. Həmişə belə son anda oxuyur, həmişə də məndən yüksək yazır. Yox, mən bu son anda oxumuram, çünki mən məzələnəm, evdə öyrənəm, mən bunu. Mən dahi uşağım. Nə sən? Dahi. Dahi. Xristiyan tələbələrə Ayan qarşı gedir. münasibət pis idi. Gürcü əyanları Səfəvi dövlətdən çox mühüm vəzifələr icra edir. Görsən, o ilə eşitdiniz. Nə işin oluyor? Gedir tarix partlatma. Tarixi ya tarih yazacağız ya da tarih alacağız. Ha. Sən nə çəkirsən burada? Vlog qoyur. Vlogger. Kursun təzə yeni qayda. Yeni yox, əvvəlki qayda baxın. Uşaqlar, səslərim çox qəşəng olmuyor. Səslərim necə olub? Çox qəşəng, vuruq sənə yaraşır. Çox sağ ol. Mən də sabah vuruqla gəlmək istəyirəm. Gəl. Sabah gəlsən məktəbə? Hə?
Sağ gəlsən Hə, məcbur gələcəm. Gəllə. Ötərsən. Pis. Niyə rəng? İşlərim düzgün. Dərsdəz müəllim. Xəcəlisə deyirdim. Hə. Nəhayət qalmışdım. Deməli deyirəm ki, bu qıza dəstək olun. Bu qızın qabağa salın. Çünki qız əlində gələn hər şeydir. İstəklərin yerinə İstəklərin yerinə yetirmək üçün. hə, məqsədlərinə çatmaq üçün o görə həmişə dəstək olun bu qıza. Bu layiqdir ona. Nəysə uşaqlar, biz dərsə gedirik. 2 saat telefonumuz bizdə olmayacaq. Sağ olun. Uşaqlar, deməli, vlog hesabımı Kənan ələ keçirir. Artıq vloglarımı Kənan çəkəcək. 100k like gəlməsə hesabı vermirəm. Yağmur niyə bunu? Bu payızda Bu videoya neçə like gəlsin? Neçə min? 5000 gəlsə bəs. 5000 gəlməsə hesabı vermirəm Yağmura. Yağmur hesabın getdi. Bəli. Əlindən alırıq. Bu vlogda məndən başqa hamı var. Ən çox da mən. Fatoş bugün heç görünməyib. Bütün hamı var da mənim vlogumda məndən başqa. sevir bax. İmkan vermədilər videonu çəkim. Uşaqlar, deməli biz dərsdən çıxdıq. Turan müəllim bizə biraz əsəbləşdi, səslərinə bax. Turan müəllim bizə biraz əsəbləşdi. Bizə deyəndə komple bütün qrupa biraz sorğu-sual elədi. Dedi ki, siz hər şeyi unutmusunuz, çıxın gedin. Mənə demədi. Muxtarı ələ saxlayacaq. Səs küylərinə bax. Telefonumu verəsin. Keçdə belə. Yaxşı, sağ ol. Qayıq Vloqu burada qala bağlayırıq.